Dostlar, məhəbbət də gəlib çatdı. Məhəbbətsə, bugün mənim həqiqətən hədiyyəm var. Sən mənim yanımda əziyyətin çoxdur. Biz aylardır bir yerdə çalışırıq. Aylardır bir yerdə nələrsə eləyirik. Bugün hədiyyən deyirəm. Sürpriz eləmək istəyirəm. Doğrudan. Doğrudan da və sənə ipucu deyəcəm ki, mən bilirəm sən sarı rəngi çox sevirsən və bu qış aylarında o sənə çox kömək olacaq. Onunla çox gözəl kombinlər də eləyəcəksən. Hə? Məncə hazırlaşsansa uzatmadan gedək. Ayağımı yerdən götürəcək. 100%. Buna əmin ol. Məzələnmə. Məncəcə gedək. Gəl. Ay məzələnmə. Yaxşı. Eşidirsən mən, Yox, tələsmə. sən məzələnsən. Doğrudan da, niyə məzələnəm ki? Burada nə var ki, biz səninlə illərdir çalışırıq. Yaxşı, ki, mənim ürəyim partlayır, elə şey olur. Ürəyin zaten partlamayacaq. Mən sənə dediyim kimi keçən ara, doğrudan da mən çox fikirləşdim. Nə edeyim, necə eləyim, nətər eləyim. Mən sənə açarı verim, özün aç. Ay da mırtdaşma. Aç. Qoy keçim o tərəfə. Yo. Gözlə, hədiyyə mən özüm sənə təqdim edeyim. Mən həqiqətən də neçə gündür fikirləşirəm ki, bunu kreativ necə eləyər, necə bəzəyər. Buyur. Bu da sənin həmən o sarı gözəlsən. Məncə hər dostu düşünürsə ona hədiyyə eləməlidir. Ona kreativ hədiyyə eləməlidir məhəbbət. Bax bu səni həqiqətən də bu qış çıxardacaq. Bu nə də? Ayaqların isti olacaq sənin bu qış. Burada da sağ olsun Luxury Box mənə bəzəməkdə kömək elədilər. Öpürəm səni, təbrik edirəm. Hədiyyələrimin davamı gəlsin. Gedə bilərsən. Get giyin ayağı, bomba kimi kombin elə. Dediyim kimi, sən bundan seçiləcəksən. Sən bundan çox uğurlara imza atacaqsan. Qabaqdan qış gəldin, məhfələ savaşı lazımdır. Oldu məhfəl, davay, sağ ol, getdin, davay.